Gəlin birlikdə gerund bölməsinin sadə izahına baxaq. İlk öncə biz bilirik ki, fiil, yəni verb plus ing nədir gerund. İndi baxaq hansı formalarda olur. Söz önündən sonra əgər verb plus ing gələrsə, baxın bu verb plus ing gerunddur. Məsəl üçün, I am good at playing football. Baxın, burada at sözün var və verb plus ing playing. Bu nə oldu? Bu artıq gerunddur. İkinci formamız, bəzi fiillər var ki, ingilis dilində özündən sonra, yəni iki fiil yanaşı gəlir və bu fiil özündən sonra ing-li fiil tələb edir. Məsəl üçün, birini götürmüşüm hate fiili. Bundan sonra verb plus ing, baxın, bu gerunddur. I hate watching TV. Baxın, bu gerunddur. Üçüncü isə, baxın, əgər bu verb plus ing, what sualına cavab verərsə və mütləq şəkildə biz sualı ingilisində verməliyik. What is useful? Yəni, nə faydalıdır? Üzgüçülük faydalıdır. Burada swimming nə oldu? Gerund.